Deməli uşaqlar, burada amin turşularına aid belə bir test nümunəsi var. Bizə dipeptid və tripeptid verilib. Bunların hidrolizinə sərf olunan suyun ümumi mol sayı 10, alınan amin turşusunun mol sayı 16. Bizdən qarışıqda nə qədər tripeptid var onu soruşur. Deməli, bu sualı biz necə yanaşa bilərik? Biz bilirik ki, dipeptidin hidrolizinə 1 mol su sərf olunur. Tripeptidin hidrolizinə isə 2 mol su sərf olunur. Bunu yazandan sonra burada yazırıq. Dipeptiddirsə, bu bizə məlumdur. 2 amin turşusu var burada. Tripeptiddirsə 3 amin turşusu var. Bizdə qarışıqda tripeptid və dipeptidin mol sayını biz bilmirik nə qədərdir. Dipeptidin mol sayına X, tripeptidin mol sayına Y deyirik və müvafiq olaraq əmsallara görə dipeptidin hidrolizində sərf olunan suya da X, amin turşusunun mol sayına 2X, tripeptiddə Y dediksə suyun molu tripeptidin molundan 2 dəfə çox olduğuna görə 2Y, amin turşusunun molu da 3 olduğuna görə burada 3Y yazırıq. Və sonra burada sadə bir sistem tənliyi yazırıq. Deməli, sərf olunan suyun ümumi molu 10-dursa, biz görürük burada X mol su, burada 2 mol, 2Y su. Yazırıq X üzərinə gəl 2Y bərabərdir 10-a. Eyni zamanda amin turşusunun mol sayı 16-dırsa, burada 2X amin turşusu, burada 3Y amin turşusu yazırıq 2X, üzərinə gəlinsin 3Y bərabərdir 16. Uşaqlar, burada bizdən tripeptidin mol sayını soruşduğuna görə, biz tripeptidə Y dediyimizə görə, onda biz Y tapmalıyıq. Onda biz bu sistem tənlikdən X-i ləğv etsək, necə ləğv edə bilərik? Yuxarını 2-yə vurub, yuxarıdan aşağını çıxsaq, 2-ni X-ə vursaq, 2X, 2X-dən 2X-i çıxsaq, bura gedir. 2-ni Y-ə vuranda 4Y, 4Y-dən 3Y çıxanda Y, 2-ni 10-a vuranda 20, 20-dən də 16 çıxanda 10 edir. Deməli, bizdə tripeptidin mol sayını istəyir, doğru cavab 10 edir. Əgər dipeptidi istəsəydi, biz buradan, bizə ümumi qarışıq 10, deməli, Y burada 2-ni 10-a vuranda 20, 20-dən 16 çıxanda üzr istəyirəm, bu 4 edir. Deməli, bizdə tripeptid 4-dür. Əgər bizdən dipeptid istəsəydi, ilkin qarışıq 10-dur deyə, 10-dan da 4-ü çıxardıq, 6 da olacaq bizdən dipeptid. Bizdən amma tripeptidi soruşduğuna görə doğru cavab 4 eləyəcək. Bu qədər.